Hər birinizi salamlayıram, kanalımıza və videomuza xoş gəlmisiniz. Deməli, bugün Azərbaycan toylarında baş vermiş ən gülməli və ən maraqlı hadisələrin 11-ci bölümü ilə, yəni 11-ci hissəsi ilə qarşınızdayım. Kino falan deyil, bölüm çəkib deyəcəkdim. Yəni qaranlıq bir yerdə video çəkirəm. Bir dənə buradan işıq gəlir, görürsüz. Yerindən, zamanından asılı olmayaraq video çəkməyə davam edirəm. Yəni davamlı video paylaşıram. Saat 6-ya işləyib 10 dəqiqə. Mən bu videonu saat 7-yə kimi çatdırmalıyam. Buna görə də bu videoda əziyyət olduğunu görə nə edirsiniz? Bir dənə like atırsınız, bir dənə abunə olursunuz. Like'lar çox önəmlidir. Bu videoya 100 like gəlsə, bunun 12-ci hissəsi 100 like gəldiyi gün çəkiləcək. Əgər 100 like gəlsə, gəlməsə bir ay falan yeni gecikdirəcəm. Yəni, İnşallah bəyənərsiniz. Bəy əsəbləşdi. Ayağını stola vurdu elə. Öz günah idi əsəbləşməsi onun. İstəsə yəni güclə tutub yedə bilərdi də onu. Afərin. Oy. Cəmaət gülür bir də nənədən başqa. Uşaq bunu da dedisə, yəni kompleks yaşamır deməli. Rahat şəkildə dedi də. Bir cibinə pul basan da yox deyə. Çox qaranlıq düşür. Yaxşı da gülün qutarın daha. Təkrarına baxırıq, hadisənin təkrarına. Bu uşağa bunu kim öyrətir? Belə nənəsi öyrətər. Salam aleyküm. Aleyküm salam. Salamlayıram. Toyun mübarək olsun. Dayıda elə bir mənə görüntülü danışır. Qızın oğlun qızlı olsun. Necə olur bu? Bu cümlə necə olur yəni? Bu cür cümlə var, qızın oğlun qızın olsun. Nəvəli yetişili olsun. Allah mübarək etsin hakim başa. Ürəyində heç bir problem olmasın. Dayıda yaman fikirləşir ha. Temiz olsun, Allah sənə xoşbəxt olsun. Muhal qardaşlıq sənə hamısını təbrik edir. Birinci əmin olmaq şərtinin can əmidir. Ya imidir. Tebrik ediyorum sana. Ola kolonka partlayacaq da neyiniysə. Gələn qonaqlar qaçacaq. Xodu çox oldu biraz. Oy, ayaqlardan başqa bir dənə əllər oynayır da yəni. Ayaqlardan başqa hər şey oynayır. Əlləri deyirəm. Yoruldu. İdman edir, əməlli başladı. Kimin əlindən əsəbləşib bu görəsən belə? Ay dayı, şalvar cırılacaq. Dayandığı yerdə gedəcək ziyana. Dayı ayaq əzələrini inkişaf elətdirir. Ritm olsa dayı yəni meydanı sökər. Yoruldu daha, yoruldu. O, bu dayı, Kesalbaş dayı, nəvəsi ilə oynayan dayı. O həmişə gülməli toy hadisələrində bu dayı da olur da yəni. Həmişə video çəkəndə təsadüfən çıxır. Çox köhnə toydu ya.
Yaşlı insanlara Hindistan mahnıları görəsən niyə görə əziz gəlir? Oynamaqları falan gəlir belə. Bəlkə də çox Hindistan kinolarına falan baxıblar buna görədir. Kinolarda olur da bu mahnılar. Dayı yıxılacağını bilə-bilə oynayır. Bir videonun da sonuna gəldik. Bilirəm video biraz qısa oldu. Qısa olmasının səbəbi isə bayırda yağış yağır. Bilmirəm görünür buradan görünmür. Yəni pis də vəziyyət. İnşallah yəni bəyənərsiniz, like atarsınız, bir də kanalımıza abunə olarsınız. Gələn videolarda görüşmək ümidilə. Sağ olun. Sevilirsiniz.